Herkese selamlar dostlar. Bugün Car Simulator 2'ye devam ediyoruz. Kaldığımız yerden bugün Car Simulator 2'de. Yani yeni bir tane maşın asıyor ama 92.000 pul var. Abi yaxınlarımızdaki garajdan, galeriden yeni bir tane maşın götürək. Ham buradan bir tane maşınımız burada əysikdir. Dedim ki bir tane geyim onu alım. Həm də ki bu da yine sonda kalan bir şeyler var. Cola diyen bir tane de götürək. Bu da benim Şaxta Baba, yeni Şaxta Baba azad tapşırıqlar gəldi. Yəni hər zaman kimi bir dənə bunlardan yenə yığaq sır ilə. Görsən havadan üstümə düşdü. Bir anda yəni havadan hədiyyə üstümə gəlib düşdü. Yəni bu işin də belə bir olması da qəşəng. Bu evdə gecə vaxtı olsun. Abi baxın bu yeni gələn şəhərdə bəzi maşınlar var. Bir də göstərim. Baxın. Hal-hazırda biz burada bir dənə Lumeran aldıq. Qalan günlərdə də bu ikisindən biri də gəlmiş olar bizim əlimizə. Gravion dediyi BMX-M'dir. Lumera dediyi elə bizim aldığımız Liato L9 da Forgeland dediyi Toyota Cruiser'dir. Bu ikisindən birini almağı düşünürəm. Açıqcası hansını alım onu da bilmirəm amma siz bir dənə yoruma yazsanız şanslıdan mən gedib bir şəkildə yəni onu alaram. Ha bu 150.000 kripto Kia Sportage'dir. Bunu bir dənə online'da kasıb sizlərə rahat ala bilərəm deyə düşünürəm. Bu Kia Sportage mən gözümdə bir yaxşı maşın oxşayır. Alaram bu heç, bu əsl puldur. Nəsə biz yeni bir dənə maşın alaq. Sonra şey bu 2 günlər ərzində o göstərilən o bəzi maşınları alaq. Onlar bitər bəlkə bizim üçün. Bitər. Bu indi işlərimiz biraz çətinçilikdir. Biz yeri gələndə bu oyunda biraz maşınlar almalıyıq. Mənim deyim kimi əvvəllər o qədər maşınım var idi. Mənim əvvəl nə qədər nə gözəlliklərdə maşınlarım olmuşdu. Hamısı getdi. Mən nə gözəl videolar çəkmişdim zamanda. Allah qolanı hamısı başa getdi. Allah mən. Baba Car Simulator 2 kanalımızda dağılır bizim bildiyin yəni. Dağılır. Niyə dağılır? Çünki 3 dəfə, 4 dəfə mən abone silib tadan yüklətdim. 3 dəfə ki mən abone silib tadan yüklətdim. Başımıza gəlməyən buraxdırmadı. Yəni buranı bitirək, Allah qabranı bitirək. Gəl demək birlikdə buranı bitirmiş olaq. Ardından tutsun mən bir 4 dənə maşın almışdım. Abi işığı niyə aşırdım? Sən yenə üstündən keçdi ama elə. Bir dənə buradakı maşınların garajına, bagajına bir dənə baxım. Səncə yenə elə bir şeydir da, hədiyyə gəlməyibdi yenə. Elə bir ki mən o hədiyyəni baxın buradan tapdım bax. Ha maşının qoalının içindən tapdım amma yenə də atoyadakı əşyalar mövcuddur öyle. Bir də buna baxaq. Bunun içində yoxdur. Sağ ol. Bunun içində yoxdur. Bana da bir sağ ol. Yəni aldım deyən sənin içində ola bilər, sənin də içində yoxdur. Yoxdur, yox. Mən deyəm bir dənə yeni maşını alaq. Bir yenə toza mən bir dəqiqənin içində aldım. İndi baxaq maşınımız nə tərdir. Nə tər olduğu. Bir işler döndüğü bilinməliydi. Yəni deyim kimi biraz bu oyuna maşınlar alınmalıdır. Ha maşının niyə drifti yox da? Siz nə tər belə yapımcısınız Allah haqqı maşının niyə drifti aktivdir ki? Ha maşının özünə normal drift eləmək olurdu da. Ya bunlar nə tər insandılar Yəni bu maşına müvəqqəti olaraq deyim, bir dənə drift bilə gətirməliydilər də. Bunlar çoxsunda yoxdur. Bir dənə 07-yə drift gəldi. Nə tər yəni? Bir dənə bu işin nə dəhlisi var ki? Bir dənə 07-nin drifti gəldi. Bunlar içindən. 07-dən savayı bəzən drifti aktiv olduğunun məndə düşüncəsi yox. Bir şey yox. Ya da xam maşını bir dənə rəng eləyək indi.
Amma maşın əvvəl var idi bizdə, yadımdadır. Amma əvvəl özü ilə biz belə yavaşlar eləyirdik. Eləməyi da bircə dəhşət. Sarı eləyək rəngi. Bunu da biraz. Mən bu sarını eləməyəcəm. Bir dəqiqə. Elə getsin də. Bu olsun. Ha. Yəni bax, hər işə də bir dənə reklam gəlir. Allah qısab oluram. Daha nə qədər reklam gəlir ki, nə xəbər var? Nə eləsən də, çıxsan da, maşın alsan da, tapşırıq eləsən də, həmişə bu reklam gəlir ortaya. Niyəsə? Mən anlayamıram bu işi. Əvvəl öyle idi ya bu oyun. Bir başa reklamlar gəlir. Niyəsə? Daha nə qədər reklam gəlir ki, nə qədər olar? Oh. Reklam sayısı mən çoxdur deyim kimi yəni. Reklam sayı çoxdur bu oyunun. Əvvəl deyim ki, bu qədər reklam gəlməmişdi. Əvvəl şunları bir baxın, o qədər də reklam gəlməmişdi bu oyuna. Reklamlar anidən çoxalıbdı. Mən söyleyeyim, reklamlar çoxalıbdı, çox çoxalıbdı reklamların sayısı. Bu əvvəl öyle idi yani. İndi mən bundan da bir dənə yarış eləyəcəm. Alt tərəfi bir dənə yarış. Top Speed'e də baxarıq birazdan. Yeni şəhərin yollarında o da. Mən nə biləcəm indi maşın neçə basır. No, Vesta'nın SUV versiyası bu arada bu. Yəni Vesta'nın SUV versiyası. O zaman darıqlıq yarışını tutalım da reklam girecek. İçi də belədir. Aynı o Vesta'nın balaca bir sportiv maşını kimi yani. Aynı bu da belə balaca. Vesta'nın o balaca Vesta'nın maması. O kırmızı Vesta'nın mamasıdır bu. Kopya yani o. Hadi biraz tez get. Biraz tez get. Bakalım da narxiyə qalsan. Tez get biraz. Deyəsən canın nos taxılmaq istəyir Vesta. Nos taxımsa bir dənə. Haydi bas. Allah yarışda zəif yani bir dənə. Bir dənə yarışda zəifin qoydum ortaya. Belə də şey olur. Bassa nə olar? Bas. Çatırızı azca bas. Bilimçisinə ilə gücü gedirsən. Hələ çıxırsan qabağıma. Adam kimi yarışında nə xəbər var? Adam kimi yarışa bilmirsiniz. Siz. Bu da otan səfər bir dənə maşın almışdım. Hansı bir dənəsini ötənməmişdi. Qalmışdı elə yolda. Hansı maşın idi? Bir dəfə aldım. Hər şey bir dəfə aldım. Deyəsən BMW idi səhv eləmirəmsə. BMW. Deyəsən otan səfər çaldığımız BMW olmalı idi keçənməyən. Ya da Liato L9 ola bilər. Yox. BMW idi mən bilən o maşın. BMW idi dünənki. Ama ham nə demək? Şimdi çorlayacaq bu maşın. Bu nədir? Deyəm bir dənə off-road bölgəsinə bir dənə ev gəlsin. Amma səssiz bir yer. Yəni off-road bölgəsi səssiz. Orada bir dənə ev gəlməlidir də yəni. Orada bir dənə ev gəlməlidir. Qala. Yarış zəif. Ola o düzdür reklam zat gəlmədi amma udan kimi reklam gəlir görsən işə.
Bu oyun işler biraz garipti. Yani her işte reklam var bu oyunun. Bir tane tapsbediyle inceleyip bakaq hazır. Deyək deyəm, hansı qarajımıza gəldi o maşın. Yox, burası da oldu. Bura gələ bilməz. Buranın da özünün maşını var. Yəni orada gedə bilməz. Tamam da bizim maşınımız hara getdi? Burada. De. Bu arada bizim burada bir tane maşın var idi. Mən yarısını abi evə daşıdım. O rezidensiya. Abi rezidensiya hamısından qəşəng evdi. Bilmirəm yanlara bax. Rezidens burada. Çox mükəmməl bir yerdədir ora. O rezidens evi çox qəşəng yerdədir. Yəni biz yergəndə bu maşından biraz əlaqələndirmə çox ala. Ya o Cahid, bir dənə o Cahid var. O Cahid 2 dəqiqədən bir oyun. Abala abi hələ mən telefonuma düzəməli heç bir oyun yüklamağa qorxuram. Bitdə nə bilim telefona bir şey olar, nə olar ya da qorxuram dəqiq bilmirəm amma bu Cahid kimdirsə YouTube'dan yaxın dostum şimdi amma belə çox oynuyor deyir. Bir də oynadım da sənə deyim, bir dənə oyun oynayıram da sənə bir dənəsi də Holigan oynayıram da o. Yəni həddindən artıq çox oyun soruşur bu Cahid məndən. Bir işə fikir vermişəm, Cahid yaman oyun soruşur. Hani neyəsə ki motor depot çək. O motor depot bilmirəm o motor depot nə tə oyundur dəqiq bilmirəm amma mən o bir dəfə oynamağa çalışmışdım. Maşın zad otlamır yerinə qalmışdı. Sonra motor depot yaxşı oynanamayacaq kimi. Də bu nə tə ya bu maşınınız nə qədərcik? Bu yeni şəhərdə də bir dənə tapsipdə baxaq. Yavaşdır. Vallahi yavaşdır maşınlar yavaşdır. Valla bax çırpdım gördün. Yox 188 gördü maksimum. Biraz çətin. Bu arada buranın da qabağını düzənlədilər. Buranın da qabağında qəşəng işıqlar gəldi, alanlar gəldi. Yani hamısı gəldi. Mən də bu videonu burada bitirirəm. Bu yeni maşınımız Vestasu'dur ama bunu biraz yığdırsaq əminəm ki qəşəng olar. Sonraki videoda görüşmək üzrə.